Bir zamanlar həyat ağır, amma insanların qəlbi yüngül idi. Əllər soyuq suda donardı, çartlayardı. Amma o əllərdə sevgi, zəhmət, bərəkət vardı. Bir tikə çörək bölünərdi, bir fincan çay ilə 2 nəfər isinərdi. Belə deyək, hər evdə biri var idi, biri yox idi. Mən uşaq idim, amma xatırlayıram, öz doğmalarımızı görmək üçün bir kənd boyu gedərdik, amma yorulmazdıq. İndi hər şey asanlaşıb, amma qəlblər uzaqlaşıb. Bu rahatlığın içərisində nəsə çatmır. Sanki səs çoxdur, amma sükut çox dərindir. İnsan çox, yaxınlıq az. Keçmişi xatırlamaq, geri dönmək demək deyil. Bu sadəcə haradan gəldiyini unutmamaqdır. Gəlin birgə öz dəyərlərimizi qoruyaq. Gələcək nəsillərə bilgi ötürək.